Hal-hazırda biz bu möhtəşəm 4 otaqlı mənzilin qonaq otağı hissəsindəyik. Sahəsi isə 60 kvadrat metrdir və qonaq otağının daxilində kamin sistemi quraşdırılıb, yer parketdir, kermoqranit olan hissələr isə isti döşəmədir. Mətbəx hissəsi kifayət qədər geniş və böyükdür. Sahəsi 30 kvadrat metrə yaxındır və mətbəx 2 hissədən ibarətdir. Hər iki hissədə qaz plitəsi quraşdırılıb və daxilində olan boiler sistemi. Mətbəxin əks istiqamətdən görünüşü, mənzilin ümumi sahəsi 217 kvadrat metrdir. Ümumi 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Təmirdən sonra mənzildə yaşayış olmamışdır və gördüyünüz bütün əşya və texnikalar qiymətə daxildir. Mənzilin birinci böyük və geniş olan yataq otağı, daxilində isə sanitar qovşaq. Keçid eləyək biz mənzilin növbəti yataq otağına. Bu yataq otağının daxilində də hər bir əşya quraşdırılıb, televizor daxil olmaqla. Və yenidən mənzilin hol hissəsi, giriş hissəsi ilə üzbəüz yerləşən sonuncu kiçik ölçülü olan yataq otağı. Mənzildə bir daha qeyd edeyim, 3 ədəd sanitar qovşaq var. Biri böyük yataq otağının daxilində, digər ikisi isə hal-hazırda göstərdiyim kimi mənzilin ümumi hol hissəsindədir. Binanın geniş həyətyanı sahəsi və 2 mərtəbəli yeraltı qarajı mövcuddur. Ətraflı məlumat üçün səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir.